İlla hanım bizi eşitirsiniz mi? Yani bu açıktı bağlı. Ama baxmayacağım. Elə ekranda kim varsa bir-bir səsləndirəcəm. Sahib müəllim, buyurun. Sizi görürəm. Buyurun. Başlaya bilərsiniz. Öncə özünüzü təqdim eləyin, mövzunun adını deyirsiniz və başlayırsınız. Salam, hər bir kəsi xoş gördük bir daha. Hər birinizə uğurlar arzulayıram. Sahib Telmanoğlu Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tarix üzrə fəlsəfə doktoru, dosent. Mövzumun adı belədir: Heydər Əliyev və qloballaşma dövründə elm, təhsil və ekoloji dayanıcılıqlar strategiyaları. Burada söyleyebilirim ki, Ulu Önderimiz Heydər Əliyev Respublikamızın hakimiyyətində olduğu bir dövrdə elmimizə, təhsilimizə, mədəniyyətimizə çox böyük, yüksək qiymət vermişdir və həmin dövrlərdə elmin, təhsilin inkişafı təkcə bölgələrimizdə yox, Respublikamızda yox, onun kimi də dünyada, Türk dünyasında doğrudan da inkişaf etmiş neçə-neçə ziyalılarımız, alimlərimiz xarici ölkələrdə yenidən biliklərini artıraraq Azərbaycana qayıtmışdır. Həmin dövrlərdə xüsusən məsələn elmlə, təhsillə, mədəniyyətlə bərabər e, meşələrimizin daha inkişaf etməsi, su qıtlığının aradan qaldırılması, ekologiyanın formalaşmasında da Ulu Önderimizin çox böyük köməyi olmuşdur. Eyni zamanda Respublikamızın sosial, iqtisadi, ictimai, siyasi və dövlət quruculuğunda baş verən köklü dəyişikliklərdə, həmçinin təhsilin azad olmasında, demokratik və çoxsaylı formaların inkişafında, e, yenə də təkrar deyə bilərdim, elmin, təhsilin, mədəniyyətin və incəsənətin sahələrində böyük dəyişikliklər həyata keçirilmişdir. Bununla bərabər qloballaşma şəraitində təhsilin və elmin sahələrinin inkişafı, yeni nəsil universitetlərinin yaranmasında Ulu Öndərimiz Heydər Əliyevin böyük dəstəyi və köməyi olmuşdur. Müstəqilliyimizin 35 illiyinin də qeyd etdiyimiz kimi Azərbaycanımız Respublikasının beynəlxalq təşkilatlarda ictimai, iqtisadi, hətta hərbi, iqlim və su ehtiyatlarında, ekologiyada, torpaqlarımızın səmərəli istifadəsində, mədəni hüdudlarında və sairə sahələrində genişləndirilmiş ən böyük ictimai siyasi hadisələr daha da öz vüsəti almış və bunun da arxasında Heydər Əliyevin siyasəti dayanmışdır. Azərbaycanın, yəni müasir Azərbaycanımızın dövründə istər ona verilən qiymətdə, istərsə də çoxsəhərli cəhətlərində dünyanın bütün siyasi fikirlərinə uyğun olaraq Azərbaycanın elmi, təhsili, mədəniyyəti, Azərbaycan ictimai siyasi həyatı demək olar ki, xarici ölkələrdə yüksək səviyyədə təmsil olunmuşdur. Eləcə də e, ətrafında olduğumuz dövlətlərin, yəni beynəlxalq iri miqyaslı e, dövlətlərin ətrafında Azərbaycanın siyasəti Heydər Əliyevin kursunun davamı olaraq İlham Əliyev tərəfindən həyata keçirilmiş və bir neçə xarici ölkələrin də Azərbaycanın istər hərbisində, istər
mədəniyyətində, təhsilində, iqtisadiyyatında, siyasətində geniş vüsət almışdır. Və bunun formalaşmasında da Respublikamızın prezidenti cənab İlham Əliyevin xüsusi rolu olmuşdur. Mənim mövzum çoxdur, istənilən qədər danışa bilərdim, ancaq belə vaxtı nəzərə alaraq təşəkkür edirəm hər birinizə. Çox sağ olun, çox sevindim ki, yenə bir aradayıq. Siz də Türk dünyasında bizi təmsil edirsiniz. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox əlbəttə qulaq asmağa çox istəyərdik, amma onlayndır. Ona görə xahiş bilirsiniz də proqramda bir limit var. Ona görə 6-7 dəqiqədən artıq olmasın. Bizim bir təmsilçimiz var. Buyurun. Təşəkkürlər. Gulimay Temirova. Zəhmət olmasa xarici deməli müəllifləri buraxaq ki, sonra özümüz rahat danışa bilək. Guminay Temirova buradaydı. Onun rəhbəri də buradaydı. I don't hear you. I don't hear you. One second. Aha. Can you hear me now? Okay. Okay. Thank you. What language will you speak? I will speak Russian. Is it possible? It is no problem. Let Okay, thank you. let it be Russian. It doesn't matter. Please. I will share you my presentation. One second. Okay. Thank Can you you. see the PPT? Yeah. We see. Thank you so much. Сәлеметсіз бе, құрметті симпозиум қатысушылары. Менің атым Темирова Гүлімай. Мен Абай педагогикалық университетінің мәдениеттану бағытындағы докторантымын. Алматы қаласы, Қазақстаннан боламын. Анкара университетіндегі халықаралық тәжірибе аясында мен өз университетімді халықаралық ғылыми жетекші профессор Али Рафет Осканмен бірге жазылған жастар пікірі бойынша Орталық Азияның заманауи сәніндегі қазақ сәйкестігі дәстүрден болашаққа саяхат атты мақаласымен таныстыруға қуаныштымын. Hello, dear participants of the symposium. My name is Gulimay Temirova. I am a doctoral student in the field of cultural studies at the Kazakh National Pedagogical University named after Abay, Almaty, Kazakhstan. As a part of my international practice at Ankara University, I am pleased to represent my university with an article on the topic Kazakh identity in contemporary Central Asian fashion according to young people's perception. A journey from traditional to the future, written with my international supervisor, профессор Али Рафет Оскан. Здравствуйте, дорогие участники симпозиума. Меня зовут Темирова Гулимай Сайрановна. Я докторант направления культурологии Казахского национального педагогического университета имени Абая, Алматы, Казахстан. И в рамках международной практики в университете Анкары я рада представить свой университет со статьей по теме «Казахская идентичность в современной моде Центральной Азии по мнению молодежи. Путешествие от традиций к будущему», написанную совместно с международным научным руководителем профессором Али Рафет Оскан. В рамках моего исследования важно упомянуть, что одежда с древних времен служила не только защитой тела, но и важным символом культурной идентичности, социального статуса и принадлежности к определенной группе. Традиционная казахская одежда отражает историю кочевого образа жизни, взаимодействие с природой и социальной структурой. Цель нашего исследования – это проследить историческую эволюцию казахской традиционной одежды, сочетая их с современными модными тенденциями. Мы хотим показать, как мода становится пространством диалога между прошлым и будущим. История эволюции традиционной одежды. Казахская одежда формировалась под влиянием суровых климатических условий, степи и кочевого образа жизни. Основные материалы – это войлок, шерсть и кожа, которые обеспечивали тепло и защиту. Одежда также служила визуальным кодом, указывая на социальный статус, возраст и племенную принадлежность. С середины XIX века важно упомянуть, что под влиянием России
В одежде вошли новые ткани, такие как бархат, атлас и шелк, которые отражали социальные изменения и урбанизацию казахского народа. Региональные различия в орнаментах и цветах закреплялись как культурные коды, например, яркие цвета на юге и более спокойные цвета на севере. Таким образом, костюм – это не просто одежда, а культурный архив, отражающий историю и социальные процессы. Семантика орнаментов и цветовая символика. Орнаменты в казахской одежде – это не просто украшения, а носители глубоких мифологических и культурных смыслов. Например, всем известный орнамент рог-барана Мушхар-Мьюз означает силу плодородия. Такие орнаменты, как су, по-другому еще называют вода, волна, означали жизнь и очищение, а орнамент змея – защиту и мудрость. Цвета также несут символику. Белый – это чистота, новое начало, красный – энергия и торжество, а синий – это духовность и защита. Эти символы варьируются в зависимости от региона и церемониального контекста. Например, в Южном Казахстане предпочитают насыщенные красные, золотистые оттенки, а на севере более пастельные, спокойные, природные тона. Одежда таким образом становится живым культурным текстом, который несет в себе многослойные значения. Молодежь и мода как знак идентичности. В условиях глобализации молодежь активно ищет способы сохранить и выразить свою культурную идентичность. Для многих молодых казахов одежда с национальными мотивами – это не просто дань традициям, а форма культурного сопротивления и самовыражения. Например, с 2012 года в Казахстане есть популярный бренд, такой как Казах Репаблик. Вы можете увидеть вот, их одежду на слайде. И для многих молодых казахов, казахстанцев, одежда с национальными мотивами не просто дань традициям, а форма культурного сопротивления. Бренд Казах Репаблик успешно объединяет традиционные символы с современным стилем casual. И в социальных сетях, таких как Instagram, TikTok, Threads, позволяют людям демонстрировать национальный стиль, создавая цифровое культурное пространство, что можно назвать формой цифрового модного активизма. Таким образом, мода становится стратегией восстановления исторической памяти и формирования гибридной идентичности. Вот на этих фотографиях как раз-таки представлены последняя коллекция Казах Репаблик, в которой отражается не только казахская национальная историческая культура, но и современные проблемы казахского народа и экологии. Традиционные ремесленные техники, такие как вышивка, аппликация, ткачество, сегодня интегрируются с современным дизайном, создавая уникальный гибридный стиль. Очень популярные бренды, такие как JS или Курке, используют этнические мотивы не только как декоративные элементы, но и как основу дизайна. Здесь на слайде вы можете увидеть современную популярную казахскую одежду, как раз-таки вот с национальным колоритом, так скажем. Они используют декоративные элементы как основу дизайна, сочетая геометрические цветовые узоры с современными текстильными технологиями. Такой подход поддерживает сохранение ремесел, способствует устойчивому развитию и экономическому росту местных мастеров. Экологичные материалы и ручной труд делают дизайн не только эстетичным, но и этически значимым. Это отражает глубокий интерес и аутентичность культурного развития. Здесь еще важно упомянуть, что такие бренды, как JS, Куркем, Казах Репаблик, они популярны не только на территории Казахстана, но и в близлежащем зарубежье. Также их одежда представлена не только на казахстанских выставках одежды, моды, фэшна, современного дизайна, но и на пространствах Европы и Америки. Устойчивое развитие и интеграция технологий. Современные казахстанские дизайнеры активно внедряют экологические материалы, такие как органические волокна, натуральные красители, переработка текстиля, то есть вторичное его использование, чтобы минимизировать воздействие на окружающую среду.
Вообще проблема экологии – это большой, огромный вопрос сейчас, который стоит не только у казахстанских дизайнеров, но и у многих направлений бизнеса. Технологии цифровой вышивки и лазерной резки позволяют точно воспроизводить традиционные мотивы, тем самым сокращая расходы, сокращая отходы и оптимизируя производство. Такой подход объединяет экологические, этнические, этические и культурные аспекты, делая моду не только красивой, но и ответственной перед нашим будущим. Этот важный тренд мировой индустрии моды, который поддерживает сохранение культурного наследия и устойчивого развития. Также очень важно упомянуть казахскую идентичность в использовании таких мероприятий, как Олимпийские игры. Национальные элементы активно используются в спортивной одежде, например, вот в экипировке на казахстанских спортсменов. Здесь на слайде вы увидите это представление казахстанских спортсменов в Пекине и в Токио в недавнем прошлом, который способствует формированию позитивного имиджа страны на международной арене и укрепляет национальное самосознание. Спорт и мода вместе создают мощный символический ресурс, который помогает молодежи гордиться своей культурой и демонстрировать ее миру. Таким образом, мы можем сказать, что интеграция традиционных мотивов в спорт – это еще один способ, это еще один важный и хороший способ популяризировать культурное наследие Казахстана, тем самым оставив его сейчас и передавая будущим поколениям. В заключение я хочу упомянуть, что казахская мода сегодня – это сложный баланс между уважением к традициям и стремлением к инновациям. Традиционные орнаменты и техники продолжают жить в современных коллекциях, поддерживаемых молодежью и дизайнерами. Мода становится важным инструментом сохранения культурного наследия и формирования национальной идентичности в глобальном мире. Перспективы развития, связанные с дальнейшим внедрением устойчивых технологий и поддержкой ремесленников, активным участием молодежи в культурном диалоге. Спасибо большое за то, что прослушали мою информацию, собранную совместно с международным руководителем Али Рафетусканом. Огромное спасибо за участие. И хочу сказать огромное спасибо организаторам данного симпозиума за такую прекрасную возможность поучаствовать в вашем мероприятии. Вот, на этом все. Если у вас есть какие-то вопросы, вы можете задать их сейчас или написать на почту. Спасибо большое. Вообще, это очень интересная тема, очень интересная тема. Она интересна не только в Казахстане, но и в Азербайджане. Вообще, как современная мода может связываться с традициями, сохраняя традиции, сохраняя наше прошлое, создавать что-то новое. Это очень интересная тема. Спасибо большое. Спасибо огромное. İndi də sözü verək, əgər səhv eləmirəmsə, Nəzakət xanımı mən burada gördüm, amma Nəzakət xanım elə bil ki, Nəzakət xanım burada mısınız? Buyurun, sizi dinləyirik. Buradayım. Mən çıxış elədim ki, yerində də Hoş xanım. eləmisiniz. Çok güzel, çok güzel. Sağ Deməli, burada Gülnar Rəsulova var. Mən görürəm bir Gülnar Rəsulova. Buyurun. Gül. Salam, hər vaxtınız xeyir olsun. Rasulova Gülnar, Cəmşid Naxçıvanski adına hərbi liseydə müəllimə vəzifəsində çalışıram. Hı hı. Mən də bütün konfrans iştirakçılarını salamlayıram. Bu cür dəyərli elm insanları ilə bir arada bir konfransda iştirak etmək mənim üçün qürur vericidir. Yəni, başda siz olmaq şərti ilə hər birinizə təşəkkür edirəm. Mən də çıxış üçün söz verdiyi üçün ayrıca təşəkkür edirəm. Mövzum deməli estetik tərbiyənin hərbçi şəxsiyyətinin formalaşmasında roludur. Qeyd etdiyim kimi hərbi liseydə çalışdığıma görə mövzulara hərbi yönümdən yanaşmağa çalışıram. Çünki orada kursantların, hərbi təhsil alanların təhsilində
biz çalışırıq hər tərəfli yanaşaq. Aydın məsələdir ki, müəllim olduğumuza görə, yəni işimiz təkcə təhsil verməklə yekunlaşmır. Yəni biz bir pedaqoq olaraq onlara hər tərəfli iştirakını, hər tərəfli inkişaf etməyinə təkan vermək məcburiyyətindəyik. Və tərbiyə ümumiyyətlə elə bir prosesdir ki, daim inkişafdadır. Dünya yaranandan, insan cəmiyyəti yaranandan bu günə qədər biz tərbiyə ilə bağlı müxtəlif fikirlər olmuşdur, müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Hər dövrün özünə görə müəyyən bir tərbiyə metodları var idi. Bu gün də yenə tərbiyə öz inkişafında davam edir. Yəni biz elə bir metodlardan istifadə etməliyik ki, həm yoldaşlarımız, təhsil verdiklərimiz dövrə uyğunlaşmış olsun, həm də milli mənəvi dəyərlərdir, əxlaqdır, estetik cəhətdən də, yəni hər tərəfli o inkişafını təmin etmiş olaq. Ümumiyyətlə, yəni tərbiyə işi cəmiyyətdə mövcud olan hər cür çatışmazlığı, qeyri-insani hadisələrə qarşı əlbir məqsədyönlü, sistemli və səmərəli şəkildə həyata keçirilməlidir. Bu proses geniş və kompleks tədbirlərdən ibarətdir. Ümumiyyətlə, tərbiyə anlayışına bir çox ayrı-ayrı yöndən yanaşmaq olar. Məsələn, əxlaq tərbiyəsidir, estetik tərbiyədir, sosial tərbiyədir və s. Və bunlardan biri də təbii ki, estetik tərbiyədir. Estetik tərbiyə ümumiyyətlə, insan cəmiyyətində insanda gözəlliyi duymaq, dəyərləndirmək, yaratmaq qabiliyyətini inkişaf etdirir. Bu proses fərdin daxili dünyasında harmoniya yaradır, zövqünü formalaşdırır, mənəvi zənginliyi aşılayır. Yəni, təkcə bu hərbi təhsil müəssisələrində yox, bütün cəmiyyətdə estetik tərbiyənin böyük rolu vardır. Amma mən buna bugün hərbi yönümdən yanaşacağam. Çünki cəmiyyətimizin böyük bir qismini təşkil edir hərbiçilərimiz var ki, onlar da məsələ bizim dövlətimizin gələcəkdə hərbiçilərin bir növ əlindədir. Yəni onların işi, peşəsi sadəcə sərhədlərimizi qorumaq deyil, eyni zamanda insani keyfiyyətlərin də aşılanması lazımdır. Çünki onlar da təbii ki, təkcə işləri, sərhədləri qorumaqdan ibarət deyil. Yəni bir insan olaraq da formalaşmalıdırlar. Yəni hərb sahəsində estetik tərbiyə müxtəlif yönlərdən yanaşmaq olar. Xüsusilə də bu hərbi təhsil alanlar 18-17-22 yaş dönəmini nəzərə alsaq ki, bu dönəmdə yəni təhsilə yiyələnirlər və bu dövrdə də estetik tərbiyənin formalaşmasında böyük rol olan musiqi baxımından yanaşsaq, musiqinin böyük önəmi vardır. 18-22 yaş arasında gənclər üçün musiqi emosional və sosial inkişafda mühüm rol oynayır. Bu yaş dövründə formalaşan estetik duyum həm şəxsi həyat keyfiyyətlərində, həm də hərbi xidmətdə psixoloji davamlılıqda əhəmiyyətlidir. Aydın məsələdir ki, yəni hərbiçilərin işi hər tərəfdən gərgin və onları daim bir sıxan bir pozisiyada olur. Məhz bu musiqi burada artıq öz rolunu, öz funksiyasını yerinə yetirir ki, onlarda psixoloji bir davamlılıq yaratsın. Gənc yaş dövrü xüsusilə də hərbi təhsilin ilk mərhələlərində bu duyumun formalaşması mühüm mərhələdir. Psixologiyada 17-22 yaş dövrü şəxsiyyətin özünü dərk etmə, emosional tənzimlənmə və mənəvi dəyərlərin əsasına qoyulduğu dövr kimi xarakterizə olunur. Bu mərhələdə estetik tərbiyə insanın daxili dünyasına harmoniya yaratmaqla yanaşı, qeyd etdiyim kimi stresslə mübarizədə, sosial uyğunlaşmada və komandadaxili münasibətlərdə müsbət rol oynayır. Musiqi sənəti insanda həm estetik zövq, həm dərin emosiyalar, təcrübələr yaradan təsirli bir vasitədir. Musiqinin təsiri ilə daha doğrusu neyrobioloji və psixoloji səviyyədə özünü göstərir. Belə ki, beyində məşhur son dövrlərdə tez-tez adını eşitdiyimiz dopamin və serotonin ifrazını artırır. Bu da emosional sabitlik yaradır, diqqəti və yaddaşı gücləndirir. Hərbi kontekstdə musiqi həm motivasiya verici, həm də sakitləşdirici funksiyaları ilə seçilir. Biz özümüz də bəzən qulaq asanda o hərbi tempdə olan marşlar, rəsmi marşlar, musiqi, milli musiqi nümunələri, klassik və instrumental əsərlər hətta kənarda dayananlara belə öz təsirini göstərir. Belə ki, məsələn, bu musiqilərdən hərbi təlimdə və gündəlik həyatda effektiv psixoloji tənzimləyici rolunu oynaya bilərlər. Musiqi sayəsində gənc hərbiçilərdə vətənpərvərlik hissi, emosional dayanıqlıq və estetik qavrayış inkişaf etdirilə bilər.
Təcrübələr göstərir ki, musiqiyə müntəzəm şəkildə qulaq asan, musiqi ilə müntəzəm şəkildə qarşılıqlı əlaqədə olan hərbi tələbələrdə stressə qarşı dözümlülük artır, aqressivlik azalır və özünü ifadə qabiliyyəti güclənir. Hərbi təhsil müəssisələrində keçirilən musiqi tədbirləri, dərnəklər, fərdi ifa bacarıqları gənclərin emosional tənzimləməsində və özünə inamın güclənməsində də müsbət rol oynayır. Müəyyən olunmuşdur ki, gənc hərbçilər klassik musiqiyə və vətənpərvərlik ruhlu musiqiyə nümunələrinə daha çox maraq göstərir. Bu maraq onların estetik tərbiyəsinin məqsədyönlü şəkildə inkişaf etdirilməsinə imkan yaradır. Ümumiyyətlə, gənc hərbiçilərin estetik tərbiyəsində musiqinin rolu çox şaxəlidir və bu rol psixoloji sabitlikdən sosial davranışlara qədər geniş aspektdə özünü göstərir. Musiqi gənclərə estetik duyumu formalaşdırmaqla yanaşı, onların mənəvi dünyasını zənginləşdirir, qeyd etdiyim kimi komanda daxili münasibətləri möhkəmləndirir və hərbi xidmətdə motivasiya yaradır. Hətta biz bura hərbi geyimə qarşı olan estetik münasibətdə daxil edə bilərik ki, yəni o geyimə olan xüsusi yanaşma da məhz bu estetik tərbiyədən gəlib keçir. Bu səbəbdən də hərbi təhsil sistemində musiqi vasitəsilə estetik tərbiyə məsələsi daima prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilməlidir. Mən də digər iştirakçılar kimi vaxtı nəzərə alaraq, yəni sözümü çox uzatmıram, təşəkkür eləyirəm. Yəni musiqi təkcə hərb sahəsində yox, hər birimizin həyatında həqiqətən xüsusi rolu olan bir vasitədir. Mən bu məruzəmi həsr etmişdim Rəşid Behbudov həsr olunmuş simpoziuma. Yəni həqiqətən ruhu qarşısında baş əyirik ki, bizim üçün belə bir mənəvi zövq alacağımız bir miras qoyub getmişdir. Hər birinizə təşəkkür eləyirəm. Sağ olun, çox sağ olun. Mən təşəkkür edirəm. Gülnar xanım, mənim bir sualım var sizə. Siz məqalənizi Rəşid Beybudov konfransına göndərmisiniz, çünki mən sizi başqa konfransa yönəltmişəm. Əgər çox vacibdirsə, Rəşid Beybudov konfransına əlavə eləyərəm. Heç bir problemi yoxdur. Yazarsınız mənə. Problem yoxdur da sizdə. Qala bilər. Problem yoxdursa qalsın birinci şeydə. Cavad heyətə həsr olunmuş konfransda qalsın. Əgər problem yoxdursa. Tamam. Sağ olun. Əlbəttə ki, musiqi ilə əlaqələndirməyiniz çox gözəldir. Ümumiyyətlə, tərbiyə, illah da ki, sizin vurğuladığınız estetik tərbiyə çox vacibdir. İndiki gənclər, mənə elə gəlir ki, indiki gənclərə tərbiyə çox vacibdir. İndi gənclərin hamısı internetdə oturub, heç nəyə fikir vermir. Ancaq bütün günü ya oyun oynayırlar, ya bir-biri ilə nə bilim, o çox vacibdir. Heç olmasa müəllimlər dərsdə onlara tərbiyə məsələsinə fikir versinlər. Çox gözəl bir mövzudur, mənim xoşuma gəldi. Bax, tələbələr indi son dövr tələbələr tamam başqa cür olduqlar. Tələbələr. Yəni, əvvəl mənəvi söhbətlər eləyirdin, tələbələr diqqətlə qulaq asırdı. İndi hətta mənəvi söhbətlərə də qulaq asmaq istəmirlər. Sanki robotlaşma gedir. Süni intellekt onları tamamilə robotlaşdırıbdır. Bu bizim faciəmizdir doğrudan da. İnsanların robotlaşması nə deməkdir belə baxanda? Doğrudan da çox çətin olub dedi. Ona görə də tələbələrlə çox iş aparmaq lazımdır. Gənclərlə çox iş aparmaq lazımdır. Şagirdlərlə də çox iş aparmaq lazım. Elə uşaqlıqdan başlayır ta tələbəliyə qədər. Tələbələrlə də iş görmək lazımdır. İndi elə bil ki, təhsilə elə bil ki, maraq azalıb. Təhsil almaq istəyən yoxdur. Sadəcə olaraq gəlirlər, dərsdə otururlar, telefona baxmaqla məşğuldurlar. Yəni, onlarda elə bil ki, təhsilə marağı artırmaq lazımdır. Marağı artırmaq lazımdır. Yəni, həyat ancaq internetdən, telefondan ibarət deyil. Neysə, çox qəliz bir məsələdir. Ona ayrıca bir konfrans lazım. Sempozium lazımdır. Şimdi mən burada, əgər səhv eləmirəmsə, 2-3 nəfər qalıb. Burada görürəm, Zəminə xanımı görürəm. Zəminə xanım, Zəminə Novruzova. Salam, mənim səsim gəlir? Gəlir. Mən səsimi kapatım. Deməli, əvvəlcə qeyd etmək istərdim ki,
Mən deməli Heydər Əliyev adlı hərbi institutda Xarici Dillər Kafedrasında baş müəlliməm. Eyni zamanda Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutu dissertantıyam. Deməli, ingilis dilini tədris edirəm hərbi institutda. Və demək bəlkə sual doğururlar ki, nəyə görə hərbçinin ingilis dilinə nəyə ehtiyacı var? Bizim hamımızın bildiyi kimi biz deməli qələbəni bizim qəhrəman zabitlərimiz öz canlarını verdilər vətən uğrunda. Biz qələbəni udduq. Bəs nəyə görə biz beynəlxalq təşkilatlarda da biz hüquqi cəhətdən niyə qələbə qazanmayaq? Bunun üçün onlar ingilis dilini bilməlidirlər. Çünki bilirik ki, NATO kimi və digər hərbi təşkilatlarda əsas dil ingilis dilidir. Biz də NATO'nun partnership for peace deyirlər, sülh naminə tərəfdaşlıq təşkilatının üzvüyük. Və orada da bütün qərarlar ingilis dilində qəbul olunur və bütün tədbirlər ingiliscə keçirilir. Və bizim zabitlərimiz də ki, əlbəttə ki, onların bizim xalqımızın, bizim haqq yolumuzun mövqeyini orada ingilis dilində müdafiə etməyi bilməlidirlər. Bu səbəbdən biz hərbi institutda ingilis dilinə böyük önəm veririk. Deməli, biz müxtəlif yollarla onlara dil öyrətməyə cəhd edirik. Mənim bugünkü məqaləm meta anlama strategiyalarıdır. İcazə versəz onlar haqqında biraz məlumat verərdim. Bu məqalə meta anlama strategiyalarının mahiyyətini, onların dil öyrənmə prosesində rolunu və tətbiq sahələrini araşdırır. Meta anlama strategiyaları fərdin öz öyrənmə fəaliyyətinə nəzarət etməsi və bu prosesi məqsədyönlü şəkildə yönəldilməsi üçün zəruri olan bacarıqları əhatə edir. Məqalədə bu strategiyaların əsas növləri planlaşdırma, monitoring, qiymətləndirmə və özünü tənzimləmə bacarıqları detallı şəkildə izah olunur. Həmçinin bu strategiyaların tələbələrin müstəqil öyrənmə qabiliyyətlərinə necə təsir etdiyi və onların tədrisə inteqrasiyası məsələləri geniş şəkildə təqdim olunur. Təhsil prosesində tələbələrin öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün onların müxtəlif strategiyalar mövcuddur. Bu strategiyalardan biri də meta anlama strategiyasıdır. Bu strategiyalar tələbələrin yalnız bilik əldə etmələrinə deyil, eyni zamanda bu biliklər üzərində düşünərək öyrənmə proseslərini daha səmərəli və məqsədyönlü şəkildə idarə etmələrinə imkan verir. Bu məqalədə meta anlama strategiyalarının tərifi, əhəmiyyəti və dil öyrənmədə tətbiqi geniş şəkildə tətbiq olunur. Meta anlama strategiyaları tələbələrin öz öyrənmə proseslərini planlaşdırmaq, nəzarət etmək və qiymətləndirmək bacarıqlarını inkişaf etdirən təlim yanaşmalarıdır. Bu strategiyalar əsasən iki əsas komponentə bölünür. Meta anlama bilik və meta anlama nəzarət. Meta anlama bilik fərdin öz öyrənmə tərzini dərk etməsi, meta anlama nəzarət isə bu biliklərdən istifadə edərək öyrənməni istiqamətləndirməsidir. Meta anlama strategiyaları aşağıdakı əsas komponentləri əhatə edir. Planlaşdırma. Planlaşdırma strategiyası tələbənin öyrənmədən əvvəl məqsədləri müəyyənləşdirməsi, istifadə ediləcək resursları və metodları seçməsi deməkdir. Növbəti monitoring. Monitoring isə tələbənin öyrənmə prosesi zamanı öz bilik və anlayış səviyyəsini nəzarətdə saxlaması və lazım gəldikdə düzəlişlər etməsidir. Növbəti qiymətləndirmə. Qiymətləndirmə strategiyaları tələbənin öz fəaliyyətlərini və nəticələrini dəyərləndirməsi ilə bağlıdır. Və sonda özünü tənzimləmə. Özünü tənzimləmə isə əvvəlki üç komponentin birgə istifadəsini əhatə edir və tələbənin öyrənmə davranışlarının sistemli şəkildə yönəlməsinə kömək edir. Meta anlama strategiyaları dil öyrənənlərin öz öyrənmə proseslərini idarə etmələrinə və nəzarət etmələrinə imkan verən düşüncə və fəaliyyət modelləridir. Öyrənmə strategiyalarının bu forması həm də tələbələrin özlərini motivasiya etmələrinə, özünü tənqid bacarıqlarını inkişaf etdirmələrinə və öyrənmə prosesində özlərinə güvənmələrinə şərait yaradır. Bu da uzunmüddətli öyrənmə uğuru üçün vacib amildir. Meta anlama strategiyalarının tədris prosesində uğurla tətbiq olunması üçün müəllimlərin məqsədyönlü və planlı yanaşmaları önəmlidir. Əvvəlcə müəllimlər bu strategiyaların məzmununu və mexanizmini dərində mənimsəməli, onların hansı bacarıqları inkişaf etdirdiklərini bilməlidirlər. Tələbələrə öyrənmə məqsədlərini müəyyənləşdirmək, irəliləyişlərini qiymətləndirmək,
və nəticələri nəzərə alaraq öyrənmə planlarını, tənzimləmə bacarığını aşılamaq lazım gəlir. Metanlama strategiyalarının inkişafı üçün təlim mühitində uzunmüddətli planlaşdırma və davamlı təkmilləşdirmə vacibdir. Bu strategiyalar tələbənin yalnız akademik nailiyyətlərinə deyil, həm də həyat boyu öyrənmə bacarıqlarının formalaşmasına xidmət edir. Bu strategiyalar tələbələrin öz öyrənmə templərini tənzimləmələrinə, diqqətlərini cəmləşdirmələrinə yardımcı olur. Ayrıca olaraq strategiyalar özünə inam hissini və daxili motivasiyanı gücləndirir. Metanlama strategiyalarının tətbiqi tələbələrin 4 əsas dil bacarıqları, dinləmə, danışıq, oxu və yazı bacarıqlarının əhəmiyyətli inkişafı ilə nəticələnə bilər. Araşdırmalar göstərir ki, bu strategiyalar öyrənənlərin diqqətini dil fəaliyyətlərinin məqsəd və strukturuna yönəltməklə onların nəticə əldə etmə ehtimallarını artırır. Meta-anlama bacarıqlarının inkişafı yalnız və yaddaş və diqqətin gücləndirilməsi ilə məhdudlaşmır, həm də tələbələrin özlərini inamlı və öyrənməyə münasibətlərini müsbət istiqamətdə dəyişir. Tələbələr öyrənmə zamanı tətbiq etdikləri strategiyaların nəticələrini təhlil etməklə daha məqsədə yönlü fəaliyyət göstərirlər ki, bütün bunlar da akademik nəticələrin yüksəlməsinə səbəb olur. Nəticədə meta-anlama strategiyaları öyrənmə prosesinin effektivliyini artıran vacib amillərdən biridir. Bu strategiyalar tələbələrin özünə qiymətləndirmə, planlaşdırma və tənzimləmə bacarıqlarını inkişaf etdirərək öyrənmə müstəqilliyini gücləndirir. Təlim mühitində meta-anlama yanaşmaların tətbiqi tələbələrin daha məqsəd yönlü olmasına şərait yaradır. Müəllimlərin bu strategiyaların tətbiqində rolu əvəzsizdir və onların davamlı, peşəkar inkişafı tələb olunur. Gələcəkdə meta-anlama strategiyalarının rəqəmsal və fərdləşdirilmiş tədris mühitində istifadəsi daha geniş yayılacaqdır. Mənim çıxışım bura qədər. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Ben teşekkür ederim. Ve çok meraklı mevzudu. Yeni mevzudu. Yani yeni istikamet desem daha düzgün olar. Növbəti çıxışımız Sevinç Kərimova. Buyurun Sevinç xanım. Sizi dinləyirik. Bakı Slavyan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinç Kərimova. Hər birinizi salamlayıram və təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm və hal-hazırda dəyərli, sevimli müəllimim Ellada xanımla üz-üzə olmağımdan çox böyük məmnunluq duyuram. Bizim mövzumuz ara sözlər, ara cümlələr və onların ifadə vasitələridir. Dilçilər üçün bu sahə onlara olduqca tanış bir mövzudur. Və ara sözlər, ara cümlələr istər Azərbaycan dilçiliyində, istərsə də dünya dilçiliyində bir çox tərəflərdən öyrənilmişdir. İstər onların quruluş növləri, istər ifadə vasitələri, istər cümlədəki rolu hərtərəfli şəkildə tədqiqata cəlb olunmuşdur. Lakin bizə maraqlı olan məsələ ilk baxışdan hamıya aydın olan, amma eyni zamanda düşünürük ki, hələ də tədqiqata ehtiyac duyan bir məqamdır. Bu da ara sözlərin və ara cümlələrin ifadə vasitələridir. Ara sözlər dedikdə ilk növbədə çoxlarının gözünün qarşısına modal sözlər gəlir və çox vaxt pedaqoji prosesdə, istər orta məktəb səviyyəsində, istər ali məktəbdə modal sözlərlə ara söz və cümlələr arasında paralellik aparılır. Amma əslində qalsa cümlədə iştirak edib, cümlənin komponenti olan, lakin heç bir cümlə üzvü olmayan bu vahidlər cümlədə çox mühüm funksiyanı yerinə yetirir. Belə deyək, danışanın silahına çevrilir. Danışan şəxs hazır fikrə, hazır bir informasiyaya sanki sonradan daxil olur və ifadə etdiyi bir cümləyə şəxsi münasibətini həmçinin ifadə etmiş olur. Ümumiyyətlə, ara sözlərin və ara cümlələrin iştirak etdiyi cümlələrin informativ yükü 2 qat artıq olur. Bir tərəfdən cümlənin özünün birbaşa ifadə etdiyi informativ yük, ikinci tərəfdən isə danışanın həmin cümləyə şəxsi
yanaşması, subyektiv modallıq və münasibət. Ara sözlər yalnız sadə cümləni genişləndirməyə xidmət etmir. Həm də danışanın psixoloji vəziyyəti haqqında, məsələlərə münasibəti haqqında, ümumiyyətlə söylədiyi fikrə olan ümumiləşdirilmiş münasibətini anlamaqda bizə kömək edir. Və danışan şəxs bəzən adresatla daha səmimi münasibət qurmaq üçün, onu yaxından tanımaq üçün, ümumiyyətlə bu müasir dövrümüzdə akademik səviyyədə olan, işgüzar səviyyədə olan münasibətlərdə də yardımçı vasitə kimi çıxış edir. Və məhz bu vahidlərlə, bu dil vahidləri ilə insanlar arasında belə deyək, kommunikasiya qurulur, ünsiyyət qurulur. Və bizim ən çox diqqətimizi cəlb edən məqam qeyri-modallarla ifadə olunan ara sözlər oldu. Doğrudur, indi dilçilər təsdiqləyə bilər ki, dilimizdə çoxlu sayda söz birləşmələri vardır ki, onlar çox rahatlıqla ara sözlərin ifadə vasitələri ola bilir. Bu doğrudur. Lakin heç bir sintaksis kursunda, heç bir elmi ədəbiyyatda söz birləşmələrindən bəhs edərkən onların məhz bu funksiyaları, ara söz olma funksiyalarından danışılmır. Və məsələ orasındadır ki, ilk baxışda söz birləşməsini xatırladan çoxlu sayda ifadələr vardır ki, onlar ara cümlədə tamam fərqli məna ifadə edirlər. Misal üçün, uzun sözün qısası. Uzun sözün qısası ayrılıqda biz olar dil vahidi kimi baxanda bu söz birləşməsidir. Uzun sözün qısası. Lakin cümləyə daxil olaraq sadə cümləni genişləndirməklə yanaşı, həm də danışan öz adresatını konkret bir məqama fikrini cəmləmək istəyir, qarşı tərəfin diqqətini özünə toplamaq istəyir və həm də qısa danışığa, lakonik danışığa öz şəxsi müsbət reaksiyasını bildirmiş olur. Daha sonra dilimizdə çox maraqlı cümlə quruluşlu ifadələr vardır ki, görkəmli dilçilərimizin əsərlərində, istər Əlifşad Abdullayevin dilçiliyə bağlı, sintaksislə bağlı əsərlərində olsun, istər hörmətli alim Qəzənfər Kazımovun yaradıcılığında olsun, elmi yaradıcılığında olsun, bu məsələlər öz əksini tapır. Amma bugün onlara bir daha qayıdarkən daha yeni münasibəti orada görmüş oluruq. Misal üçün, mənə elə gəlir ki ifadəsi əslində cümlə quruluşludur, cümlə şəklində qurulub, amma bu günləri mənə elə gəlir özü ayrılıqda müstəqil məna ifadə etmir. Doğrudur, sintaksis dərsliklərində, elmi ədəbiyyatda onlar mübtəda budaq cümləsinin baş cümləsi kimi göstərilir, qeyd olunur. Lakin alimlərin də qeyd etdiyi kimi zaman keçdikcə cümlə strukturlu, predikativliyə, zahiri predikativliyə malik olan bu cümlələr transformasiyaya uğrayır və baş cümlə olma funksiyasını itirərək, belə deyək, ara söz funksiyasını daşımağa başlayır. Bunun kimi ifadələr dilimizdə əslində çoxdur və biz öz dissertasiyamızda müasir Azərbaycan dilində sintaktik frazeoloji konstruksiyaların funksional üslubu imkanları adlı dissertasiyamızda bunları qruplaşdırdıq. Və ilk dəfə olaraq sintaktik frazeoloji konstruksiya adı altında təqdim etməyə çalışdıq. Çünki bunlar dildə daşlaşmış ifadələrdir və dildə konstruksiya şəklində mövcuddurlar. Elə bu səbəbdəndir ki, rus dilçilərinə biz nəzər yetirsək, görürük ki, onlar ara söz, ara cümlə terminləri ilə yanaşı, ara konstruksiyalar terminindən də çox geniş şəkildə istifadə edirlər. Çünki bunlar daşlaşmış bir konstruksiyadır, daşlaşmış bir modeldir və cümləyə hazır şəkildə daxil olur və çox geniş üslubi imkanlara malikdirlər. Mən vaxtı nəzərə alaraq və burada əyləşən insanların, iştirak edən insanların istiqamətlərini nəzərə alaraq mən sizləri çox yormaq istəmirəm. Amma düşünürəm ki, bu istiqamətdə araşdırmalar aparılarsa maraqlı dil faktları aşkara çıxa bilər. Və bu ildə biz həmişə olduğu kimi tələbələrlə sərbəst işlər üzərində çalışarkən onlara belə bir tapşırıq verdik və onlar məhz bədii ədəbiyyatdan, həmçinin danışıqdan elə nitq faktlarını,
elə cümlələri topladılar ki, orada biz çox maraqlı ara söz və ara cümlələr gördük, amma onların ifadə vasitələri qeyri-modal sözlər idi. Maraqlı söz birləşmələri idi, maraqlı cümlələr idi ki, hansılar ki, onlar ayrılıqda bu günləri dilimizdə söz birləşməsi kimi, cümlə kimi tamam fərqli məna ifadə edir. Tamamilə fərqli informativ yükə malikdirlər. Amma ara söz kimi onlar çox maraqlı ekspresiv yük özlərində daşıyırlar və cümləyə ekspresivlik, emosionallıq və digər məna çalarları gətirirlər. Hər birinizə təşəkkür edirəm diqqətiniz üçün, dəyərli vaxtınızı sərf etdiyiniz üçün. Minnətdaram. Çox sağ olun. Mən səsi kapatmışam, eşitmirəm. Daha doğrusu mənim səsim eşidilmir. Təşəkkür edirəm. Müəlliflər bir mesaj yazırlar, zəng eləyirlər. Mən Yuli Sezar kimi həm danışıram, həm qulaq asıram, həm cavab verirəm. Çox təşəkkür edirəm. Maraqlı, çox maraqlı məqalədir, çox maraqlı məruzə idi. Və növbəti, deməli, mən burada Hilal müəllimi görürəm. Buyurun, Hilal müəllim. Mən də həmçinin salamlayıram konferans iştirakçılarının hər birinizə. Gözəl məruzələr gördü. Təşəkkür edirəm. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Hilal Ağamoglanov, həmçinin Bakı İlahiyyat Kollecinin müəllimi. Mənim araşdırma mövzum Qərbi Azərbaycan İslam alimləri barəsindədir. Ümumiyyətlə, disertasiya mövzusu da mövzu ilə bağlıdır. Elə bu konferansda çıxış edəcəyim məruzə də eyni ilə həmin mövzu ilə əlaqədardır. Bu konferansdakı mövzum İraqdakı dini elmi hövzələrdə Azərbaycan mirası, İrəvani və Badi-Kübəyə mədrəsələridir. Bu apardığımız tədqiqat işi ərzində qarşımıza bir çox maraqlı faktlar çıxır ki, Azərbaycanın qədim torpaqları olan İrəvan xanlığının ərazisində tarix boyu böyük İslam alimləri, həm ölkəmizdə fəaliyyət göstərmiş, həm İrəvan xanlığı ərazisində, həmçinin yaxın şərqdə İran, Suriyə, Türkiyə və İraqda böyük miras qoymuş alimlərimiz var. Bunlardan biri də Fazil İrəvanidir. Bu Wikipediyada, sonra bir çox mənbələrdə Fazil İrəvani həmçinin Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin 2-ci Şeyx Üslamı kimi təqdim olunur. Amma apardığımız araşdırmalarda məlum oldu ki, həmin şəxslər iki ayrı fərqli şəxslərdir. Biri Qacar xanlığı dövründə ki, İrəvan xanlığı dövründə divanın üzvü olmuş, o xan divanının üzvü olmuş Şeyxülislamdır, bu Molla Məhəmməd Hüseyn oğludur. Amma bir də eyni adla Molla Məhəmməd adında Fazil İrəvani adı ilə məşhurlaşmış, İraqda Nəcəfdə fəaliyyət göstərmiş. Amma Məhəmməd Bağır adlı, atasının adı Məhəmməd Bağır olan bir İslam alimi, böyük İslam alimi olmuşdur. Ki, bu həmçinin araşdırmalarımızdan təsbit olundu. Bu mədrəsələr, İraqdakı mədrəsələrə gəlincə, həmin bu İslam alimi, böyük İslam alimi Nəcəfdə fəaliyyət göstərmiş Fazil İrəvani, orada yaşadığı, fəaliyyət göstərdiyi dövrdə Azərbaycanlı tələbələrlə bağlı həmin o şəhərdə müəyyən xoşagəlməz hadisələr olur. Yaşadıqları yataqxanada digər ölkədən olan tələbələrlə aralarında konflikt olur və onlar həmin bu Fazil İrəvaninin yanına gəlib şikayətlərini bildirirlər və Fazil İrəvaninin yanında da həmin vaxtlarda İrəvandan olan başqa bir alim Hacı Mehdi olur. Hacı Mehdi həmçinin də xeyriyyəçiliyi ilə tanınan, imkanlı bir şəxs olur. Bu, həmin o tələbələrin şikayətlərinə şahidlik edir. Fazil İrəvani orada ondan xahiş edir ki, Azərbaycanlı tələbələr üçün, sırf Azərbaycanlı tələbələr üçün bir mədrəsə təsis edəsin, bir mədrəsə inşa edəsin. Və həmin o Hacı Mehdi də bu təklifi məmnuniyyətlə qəbul edir və onun tikintisinə başlayır. Amma təəssüf olsun ki, tikinti başa çatanda artıq Fazil İrəvani bir il idi ki, dünyadan köçmüş olur. O, həmin
tikdirdiyi mədrəsəni onun oğluna, o da bir böyük İslam alimidir, sonradan nəvələrinə keçir, onlar idarə edirlər. O mədrəsə ta 1993-cü ilə qədər fəaliyyət göstərir. Sonradan həmin illərdə İraqda Bəs rejimi tərəfindən dağıdılır. Ki bu həmin bu 100 ildən artıq müddətdə sırf Azərbaycanlılara xidmət göstərilmiş və bir çox da İslam alimlərinin yetişdirdiyi bir mədrəsə idi. İrəvani mədrəsəsi. Və həmin o mədrəsənin həyətində də o mədrəsəni tikən Hacı Mehdi də orada dəfn olunur. Digər mədrəsələr Kərbəlada bir Badi Kübeyi mədrəsəsi olur. Həmin bu mədrəsədə eynindən Hacı Əli Badi Kübeyi tərəfindən inşa olunur. Bu həm İmam Hüseynin, həm Həzrət Abbasın hərəmlərinin arasında, yəni ərəblərin də din camiyyədə buna Beynül Hərəmeyn deyilir. Yəni iki hərəm arası olan ərazidə təsis olmuş. Yəni çox Kərbəlanın deyək ki, ən mərkəzi hissələrindən biridir və uzun illərdə orada fəaliyyət göstərir. Həmin bu mədrəsə təqribən 1854-cü ildə tikilib və ta ki 70-ci illərə qədər də fəaliyyət göstərir. O Beynül Hərəmeyn deyilən ərazi ki, sonradan abadlaşdırıldı və iki hərəmin arası bir-birinə birləşdirildikdə bütün aralı olan mədrəsələr və tikililər söküləndə həmçinin Badi Kübeyi mədrəsəsi də sökülür. Və digər də Nəcəfdəki Badi Kübeyi mədrəsəsidir. Bu da yenə İraqdakıdır. Həmin o mədrəsədə də bir Azərbaycanlı xeyriyyəçi Hacı Əli Təqi adında bir Bakılı Badi Kübeyli Şeyx Murtəza Ənsari adında bir alimlə bir yerdə həccə gedərkən orada söhbət əsnasında o alimin bir kasıb həyat sürdüyünü eşidir, ondan öyrənir, ona müəyyən miqdarda pul verir. Həmin o pula, həmin o Ənsari gəlir Nəcəfdə bir mədrəsə tikdirir və mədrəsənin də arxasında bir məscid inşa etdirir. Həmin bu mədrəsədə adını həmin o pulu verən şəxsin, o ki Bakılı olur deyə Badi Kübeyinin adını verir. Və arxasındakı məscid də hal-hazırda mövcuddur. Ümumi belə deyək, rəsmi adı onun Ənsari məscidi olsa da, amma xalq arasında həmçinin bir çox qeydlərdə də məscidi türk kimi, yəni türklər məscidi kimi də məşhurdur. Bu da yenə də həmin o məscidin deyək ki, bütün o pulunu ianə eləmiş şəxsin adı ilə bağlıdır. Ki, belə xülasə istədim ki, qeyd edeyim. İnşallah ki, geniş məlumatı məqalədən oxuyasınız, vaxtınızı çox almaq istəməm. Təşəkkür edirəm, hər birinizə diqqətinizi verin. Çox təşəkkür edirəm. Məsələn, mən bilmədiyim məlumatlar var idi, öyrəndim. Çox gözəl. Ümumiyyətlə bu konferanslar ondan ötürüdür ki, məsələn, müəlliflər danışanda, yəni məqalələri oxuyanda bizə tanış olmayan bir mövzulara rast gəlirik, tanış olmayan bir şəxslərə rast gəlirik. Bu da bizim biraz Türklər demiş kapasitemizi çoxaldır. Çox təşəkkür edirəm. Əgər səhv eləmirəmsə, burada 2-3 nəfər qalıb. Daha doğrusu mən burada məsələ Banu xanımı görürəm. Quliyeva Banu. Düzdür, ekranda Elada xanım, Bəli. deyirəm, sözünüzü kəsirəm. Bəli. Azər Muradzadədir sizə Bəli. müraciət edən. Aha. Burada məndə ekranda iPhone olaraq yazılıb, heç cür düzəldə bilmədim onu. Aha. Ona Deməli, gərək deyidiz, Hikmət müəllimə deyidiz, o düzəldərdi. Hə, buyurun. Məqaləni Banu ilə bir yerdə biz yazmışıq. Bilirəm. Mən çıxış eləmək istəyərdim. Buyurun. Çox sağ olun, təşəkkür edirəm bu imkanı bizə yaratdığınız Özünüzü təqdim eləyin, sonra davam. Azər Muradzadə, Bakı Dövlət Universitetinin baş müəllimi. Hamınızı bir daha salamlayıram. Sizə də təşəkkür edirəm Elada xanım. Ümumiyyətcə konfrans təşkilatçılarına hamına təşəkkür edirəm. Deməli, bizim mövzumuz haqqında istəyirəm ilk növbədə danışmaq. Bizim məqalə rus dilində yazılıb, çünki mən rus bölümündə tədris edirəm. Ona görə də çıxışımı rus dilində edəcəm. Problem yoxdur. Beynəlxalq konferansda hansı dildə danışım? Məqalənin adı
Mexanizm совершенствования gосударственной politiki. Мгм. Bu məqaləni mən birinci panelə uyğun olaraq görürəm. Çünki birinci panelin bizdə başlığının adı rus dilindən tərcümə etsək, Современные вызовы и инновации в науке. Çıxışımı rus dilində davam edəcəm. Проблем yoktu. Deməli, государственная политика это прежде всего является научной дисциплиной. Поскольку любая деятельность для того, чтобы она была эффективной, продуктивной, служила своей цели, необходимо прежде всего его научное обоснование. И инновации государственной политики, государственного управления сегодня являются одной из актуальных, так сказать, тем, актуальных потребностей вообще системе государственного управления. Неспроста во многих ведущих государствах сформировался определенный механизм управления изменениями и инновациями государственной политики. Как я уже отметил, значит, эта статья написана совместно с Бану Чичак-Гулиевой, научным руководителем которой я являюсь. Тема ее научной диссертации, да, научной работы, она и называется, значит, «Система управления изменениями в государственной политике». Это одна из актуальных вопросов, поскольку государственная политика, она находится в постоянном движении, и сегодня очень высокая степень изменчивости окружающей среды, самой системы управления, государственного управления, государственной политики как раз-таки обоснует необходимость данного механизма как отдельного социального института, отдельного элемента системы государственной политики, основной задачей которой должна являться своевременная реакция на изменения окружающей среды и появление новых потребностей в общественной среде. Государственная политика, она постоянно подвергается различного рода изменениям. Здесь можно отметить разные предпосылки, но в общем, если мы будем их группировать, это внешние предпосылки, то есть это внешние угрозы, социально-экономические, значит, кризисы, которые свойственны сегодняшнему миру и достаточно в большой степени влияют на национальные государства, а также внутренние, скажем, вызовы, связанные с неблагоприятными, скажем так, социальными или политическими условиями или с появлением необходимости удовлетворения новых потребностей. И как раз-таки эта работа и статья, она и акцентирует внимание на том, что необходимо как можно дистанцироваться от архаичных методов управления и системы государственного управления. Необходимо внедрять новые инновации и новые подходы в данном направлении. То есть в современных условиях государство, оно прежде всего должно стать для граждан символом качества, значит, символом заботы и опеки. Но это удается только за счет того, насколько данная организация, она способна решать разнообразные общественные проблемы в стране, да, общественные. Я вас не слышу, Ладахан. Ага. Наверное, это вы не ко мне обращались. Или ко мне обращаетесь? Я продолжу. Значит, в нашей статье еще Я отмечу... очень извиняюсь, Да, что Ладахан. перебиваю вас. Просто почему-то модератора нет. Сейчас я Илькин Мялему позвоню. Я параллельно все проблемы решаю. Вы на меня не обращайте внимания. Продолжайте, Хорошо, я пожалуйста. продолжаю. Значит, еще одним элементом механизма
значит, управление изменениями государственной политики является как раз-таки способность системы обнаруживать, своевременно обнаруживать барьеры, которые препятствуют реализации стратегических задач данной системы. Ну, данной цели прежде всего в нашей работе, да, как раз-таки отводится внимание наличию этого элемента управления инновациями в политике. Но среди ограничительных факторов, которые влияют на работу данной системы, прежде всего здесь следует отметить значит, правовые, то есть конституционно-законодательные ограничения. Во-вторых, это политические ограничения. Политические ограничения, они могут быть представлены в качестве результата политического давления со стороны тех, кто не готов к изменениям. То есть здесь отводится внимание и соответствующей информационной работы с аудиторией, с окружающей средой, да, то есть социальной составляющей, да, в которой мы значит, планируем осуществлять данные или внедрять данные инновации. Социально-экономические ограничения, они тоже очень существенные. Среди них можно, прежде всего, да, выделяем материальные, то есть ресурсную базу, которая необходима для осуществления этих изменений. Да? То есть изменения, они не являются самоцелью, они являются процессом адаптации системы государственного управления к окружающей среде, своевременному ответу на появление этих потребностей. И организационно-управленческие изменения, среди которых прежде всего следует отметить отсутствие эффективно работающего аппарата, отсутствие кадров, имеющих соответствующее видение. Да, и это тоже является одним из ключевых аспектов, да, поскольку воспитание и подготовка кадров, обладающих особым видением данных вопросов, требует достаточно долгого времени, да, и неспроста вот эта наша работа и тема диссертации, да, это и есть научная исследовательская работа, ориентированная на соответствующее дальнейшее внедрение, то есть она имеет и практическую значимость, да, то есть и в этом выражается ценность научной работы. В итоге я могу сказать, что современная система, значит, управления изменениями в государственной политике, она прежде всего ориентирована на разработку новой модели, в основе которой должна лежать гибкая методология разработки. Ну, это прежде всего в основе данной методологии должны лежать следующие принципы, которые могут в некоторой степени противоречить основным, так сказать, устоявшимся положениям, да, которые бытуют в системе государственного управления. Я хочу их отметить. И, значит, это прежде всего мы должны исходить из того, что взаимодействие между людьми является важнее процессов и инструментов, которые имеются. Да. Во-вторых, это работающий, так сказать, продукт, он должен быть важнее документации. Значит, сотрудничество с заказчиком, да, скажем так, условно, да, мы называем заказчиком, то есть это та социальная составляющая, да, потребности, которые призваны удовлетворять систему государственного управления, сотрудничество, оно важнее, так сказать, контракта. И в заключение я хочу сказать, что одним из основных как раз-таки принципов является то, что вот эта готовность к изменениям, она всегда должна быть важнее первоначального плана. Ну, я постарался как можно вкратце, так сказать, тезисно выразить то, что мы охватили в своей статье. Спасибо всем за внимание и созданную вами возможность выступить на данной
симпозиуме. Вам спасибо. Очень Спасибо большое. интересная тема. У вас тоже очень интересная тема. И у вашей диссертантки очень интересная тема. Я с удовольствием прослушала. Спасибо большое. Əgər səhv eləmirəmsə, bizim bir nəfər ya iki nəfər müəllifimiz qalıb. Kimsə çıxış eləmək istəyirmi? Потому что я не вижу, вживьем никого не вижу, поэтому я спрашиваю. Aha. Salam, Aha, kimdir? Əlizadə Səkinədir. Aha, Səkinə xanım, buyurun. Buyurun. Salamlayıram hər kəsi. Lənkəran Dövlət Universitetinin Musiqi fənninin tədrisi metodikası və metodologiyası ixtisasının birinci kurs magistr tələbəsiyəm. Mövzu musiqi dərslərində vətənpərvərlik hissinin aşılanması metodlarıdır. Musiqi təhsili ümumtəhsil müəssisələrinin şagirdlərinin ümumtəhsil sisteminin tərkib hissəsi kimi yüksək məqsəd, insan, vətəndaş yetişdirmək məqsədi daşıyır. Musiqi təhsili uşaqların həyatının hər hansı bir sahəsində gələcək fəaliyyətinə hazırlamaq məqsədi ilə yüksək fəaliyyətinin, musiqi fəaliyyətinin ictimai tarixi təcrübəsinin ötürülməsi prosesini nəzərdə tutur. Musiqi bir sənət növü kimi təsirini aydın ifadə olunan emosional xarakterində mühüm xüsusiyyətə malikdir. Musiqi öyrətmir və əlbəttə ki, mühazirə etmir. Lakin ətraf aləmin emosional sensor qavrayışlar modelini təşkil edir. Musiqi mənəvi ünsiyyətin, təkmilləşmənin mövzusu və mənbəyidir. Xalq milli dəyərlərin, vətənpərvərlik ənənələrinin ötürülməsində onun rolu böyükdür. Və nəhayət bu sənət növünün çox mühüm xüsusiyyəti, rəssamlığı, kitabı hələ dərk edə bilməyən çox erkən yaşda insana emosional təsir göstərmək bacarığıdır. Vətənpərvərlik tərbiyəsi həm sinifdə, həm də məktəbdən kənar fəaliyyətlərə təsir edən müxtəlif fəaliyyətlər sistemidir. Vətənpərvərlik tərbiyəsi məktəb tərbiyəsinin zəruri elementidir. Bu şagirdlərdə vətənpərvərlik hissini, vətənə və xalqa məhəbbəti, vətəndaşlıq borcunu, öz ölkəsinin inkişafı üçün məsuliyyət hisslərinin aşılanmasına yönəlmiş sistemli prosesdir. Vətənpərvərlik termininin hazırda dəqiq izahı yoxdur. Bəşər tarixi boyu filosoflar və elm adamları dəfələrlə bu terminin universal tərifini tapmağa çalışmışlar. Çevik və birmənalı olmayan bu termin cəmiyyətin şuurunda uzun bir dəyişiklik yolu keçmişdir. Onun inkişafını müşahidə etməklə vətəndaşlarda vətənə məhəbbətin formalaşması prosesini mühakimə etmək olar. Məktəb yaşlı uşaqların vətənpərvərlik tərbiyəsini, onun vətən haqqında biliklərini zənginləşdirmək, vətənpərvərlik hisslərini tərbiyə etmək, mənəvi davranış bacarıqlarını formalaşdırmaq, ümumi mənəfi üçün fəaliyyətə ehtiyacı inkişaf etdirmək məqsədi ilə uşağın şəxsiyyətinə məqsədyönlü pedaqoji təsir prosesidir. Vətənpərvərlik tərbiyəsi məktəbin bütün tədris prosesində, o cümlədən musiqi dərslərində həm musiqili zövqünü, həm də əxlaqi estetik hisslərinin formalaşmasına yönəlmiş şəkildə aparılır. Xalqı, vətənə olan sevgini, dünyanın müxtəlif ölkələrinin tarixi, adət-ənənələri, musiqi mədəniyyətinə hörmət, sənətə olan emosional dəyərləri və s. Bu istiqamətdə Azərbaycan bəstəkarları əsərlərinin öyrənilməsində böyük rol oynayır. Bu, ölkəmizin çox əsirlik tarixinin bir növ salnaməsidir. Azərbaycan xalqı hər zaman öz milli musiqisi ilə tanınmış və musiqi insanları doğuşdan ölümə qədər müşahidə etmişdir. Azərbaycan bəstəkarlarının əsərləri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Vətənpərvərlik hissi Azərbaycan bəstəkarlarının əsərlərinin öyrənilməsi müddətində şagirdlərə aşılanır. Musiqi dərsi vətənpərvərlik hissinin inkişaf etdirilməsinin təsirli vasitələrindən biri də vokal və xor sənətidir. Məzmununda müxtəlif vətənpərvərlik mənaları həyata keçirilən vokal əsərlərindən bir neçəsini qeyd etmək olar. Buna Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının dövlət himni, Bayram günü, Səid Rüstəmovun Dağlar, Tofiq Quliyevin Azərbaycana gəlsin, Rəşid Şəfəqin Göyərçinik biz, Əməyi sevirik biz, Nailə Mirməmmədlinin Müəllim, Rauf Hacıyevin Azərbaycanın və s. göstərmək olar. Xalq yaradıcılığı ibtidai siniflərdə vətənpərvərlik hissinin aşılanmasında, inkişafında böyük potensiala malikdir. Buna misal olaraq xalq mahnılarını, aşıq dastanlarını, milli folklor nümunələrində və s. qeyd etmək olar.
Bundan əlavə, xalq musiqisi gənc nəslə fəal mövqeyi, yüksək ideyaları və istiqamətləri aşılaya bilir. Musiqi dəstəyi zamanı vətənimizin tarixində yer alan müharibələr, epik qəhrəmanlarımız haqqında əfsanələr, qəhrəmanlarımızın keçdiyi şanlı döyüşlər yolunda bəhs edən filmlərdən baxmaq da şagirdlərə vətənpərvərlik hissini aşılayır. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun. Ben teşekkür ederim. Sesi alıram ki burada yağış yağır. Göy guruldur, ses eşidilmesin. Çok teşekkür eləyirəm. Əgər səhv eləmirəmsə, bu sonuncu çıxışıydı. Yenə çıxış etmək istəyən var mı? Yoxdur. Mən hamınıza təşəkkürümü bildirirəm. Bizim bir texniki problemlərimizə görə biz ayın 24-də keçirtməliydik. Keçirdik, 31-nə keçirtdik. Ona görə bu xaricdən gələn deməli müəlliflərin hərəsinin bir problemi var. Ona görə onlar əksəriyyəti qoşula bilmədi. Ama zənn edirəm ki konferansımız çox yəni maraqlı keçdi. Mən hamınıza təşəkkürümü bildirirəm Çok sağ və olun. arzu eləyirəm ki gələcəkdə də inşallah yollar açılsın, üz-üzə konferanslardan ötürü biz darıxmışıq. Yəni bir var ki onlayn indi artıq kaçıncı ildir? Neçənci Özür istəyirəm, hərdən türk dilinə keçirəm. Neçənci ildə artıq biz üz-üzə konferansları demək olar ki, keçirtmirik. İldə bir dəfə, iki dəfə keçirdirik. Amma məsələn, keçən il deməli Karsda keçirtdik. Bu il məsələn oktyabr ayında, əgər səhv eləmirəmsə, oktyabrda ya noyabrda, oktyabr ayında deməli konfransı üz-üzə keçirtmək istəyirik. Düzdür, yollar bağlıdır, amma bölümümüzün, yəni Çağdaş Türk Ləhcələri bilirsiniz ki, Türkiyədə yeganə fakültədir, yeganə kafedradır. Çağdaş Türk Ləhcələri və ədəbiyyatları Qafqaz Universitetinin nəzdində var və o bölümün 25 ili tam olur. Ona görə biz onu mütləq üz-üzə keçirtməliyik. Keçən ildə üz-üzə keçirtdik. Sadəcə olaraq deməli bizdə Kars konsulluğundan müraciət elədik. Onlar Bakıya müraciət elədilər. Yəni bir 10 nəfəri biz keçirdə bildik kömrükdən. Naxçıvan kömrüyündən keçirdə bildik və bu konfransı keçirə bildik. İndi ümidvaram ki bu il də elə olacaq. Yəni heç olmasa 10-15 nəfəri biz dəvət eləyə bilərik. İnşallah. İnşallah. Biz İnşallah dəvət eləyə hocam. bilərik. Çünki çox darıxmışam mən üz-üzə konferansları. Bu il mesela tutalım ki Avqust ayında bilirsiniz ki Avqust ayında değil de biz Avqust ayında konferans geçirəcəyik. İsveç'te geçirəcəyik. O da hibrid formada hem online hem de üz-üzə. Türkiye'den deməli bizim hocalarımız gedir. Hocalarımıza yani bizim universitetin müəllimlərinə, yəni Qafqaz Universiteti, ümumiyyətlə Türkiyədə universitet müəllimlərinə deməli viza lazım deyil, vizasız gedirlər. Ona görə heç bir problemi yoxdur. İsveçdə keçirəcəyik. Bilirsiniz ki, bu il qələbəmizin 5 ili tamam olur. Yəni biz istədik ki, onu belə təntənəli şəkildə keçirək və müraciət elədik Azərbaycanın İsveçdəki səfirliyinə. Onlar da çox sağ olsunlar, razı oldular. Dedilər ki, nə lazımdır, köməklik eləyərik viza məsələsinə. Düzdür, viza məsələsi bizə lazım olmadı. İndi Azərbaycandan bəlkə kimsə qoşulmaq istəsə, yəni online də qoşula bilərsiniz. Həm üz-üzə olacaq, həm online olacaq. Yəni Azərbaycanın İsveçdəki səfirliyinin köməyi ilə biz keçirəcəyik bu. Yəni çalışırıq ki, artıq bu online konferanslardan çıxaq, amma
bizdən hər şey asılı deyil də. Biz gözləyirik ki, bu sərhəd açılsın ki, biz rahat konferans keçirə bilək. Nəysə, bu ümidlə sizlə ayrılıram. Ümidvaram ki, gələcəkdə sizi belə əyani görəcəm və gələcəkdə bir də deməli bir-birimizlə təmasda olacağıq, konferanslarda iştirak eləyəcəyiz. Hamınıza təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Sağ Sualınız olun. varsa suallara cavab verə bilərəm. Buyurun. Elnada xanım, üzr Bəli. istəyirəm. Çox sağ olun. Bayaq siz müraciət elədiniz. Bizim məqalə ilə bağlı dediniz bir işləm Hə, elə. e, Azər Muradzadə, Azər Eli və müəllim. Banu Çiçək. Bəli. Azər müəllim, bugün artıq yorulmuşam, yəqin jurnalla məşğul olmayacağam. Narahat olmayın, sadəcə xatırlayırdım özünüzü. Mümkünsə Buyurun. səhər mənim yadıma salın. Mən o rus variantını çıxardım oradan, jurnaldan çıxardım və deməli İngilis variantını salım. Jurnal 3 konferans olduğu üçün jurnal yavaş-yavaş hazırlanır. İnşallah 10 gün ərzində həm jurnal, həm sertifikatları çalışarıq daha tez sayta qoyaq. Yəni sertifikatlar 4 günə, 5 günə saytda olacaq. Qrupda xəbər verəcəm. Qrupda xəbər yazacağım ki, bəs sertifikatlar saytdadır. Saytın adını da yazacağım. Jurnal isə 10 günə, maksimum 15 günə saytda olacaq. O haqda da məlumat verəcəm. Yəni problem yoxdur. Təşəkkür edirəm. Mən Çox təşəkkür edirəm. Hamınıza təşəkkür edirəm. Sağ Çox olun. sağ Sağ olun. olun. Çox Təşəkkür sağ olun. ederiz. Elnada xanım, sağ olun. Çox Sağ olun. Sağ olun. Əslində böyük xidmətləriniz olubdu, böyük fədakarlıq göstəribsiniz. Ona görə konferans iştirakçıları adından mən də sizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Allah sizə kömək olsun. Çox sağ olun. Təşəkkürlər. Çox təşəkkür edirəm. Sağ olun. Çıxa bilərsiniz konferansdan. sağ olun. Sağ olun.